önə də əyə bilmirsiniz? Yox, önə də. Çin olar da ələ bilmir. Əvvəl yenə belə 10 ildir ankilozun spondilit xəstəsidir və müalicələri düz əməlli almayıb, heç bir revmatoloq yanında olmayıb və idman hərəkətlərində etməyib deyə boynunda tamamən rigiddir artıq. Nə fleksiyon, ekstansiyon, nə lateral fleksiyon, heç bir hərəkət yoxdur. Eyni şəkildə baxın, boyun hərəkət eləmir, heç bir şəkildə. Tam rigiddir, tərpənmir boyun. Nə önə, nə yana. Yəni ankilozan spondilit xəstələri pasient deyir bezmişəm, heç və müalicələri buraxdım. Bu sistemik bir xəstəlikdir və davamlı şəkildə müalicə olunmalıdır. Əgər müalicə olunmasa, revmatoloq tərəfindən ilaçlar kontrol altına alınmasa, onurğa tamamən ankilozlaşır, yəni sərtləşir və heç bir hərəkət icra edə bilmir artıq. Burada da artıq çox gecikdirib, hərəkət edə bilmir rahat. Beldə biraz hərəkəti var. Önə doğru əyilə bilərik, bir dənə qalxa. Beldə hərəkət. Əyil önə tərəf. Yaxşı. Beldə yaxşıdır yəni. Kürəkdə hərəkət elətdirə bilirsən belə. Burada ağrı olur. Yox, arxada. İndi gəl bunu eləyə bir dənə. Belə yana doğru əyil. Tamam, yox. Dizini bük. Digər hərəkətlərlə kompanse eləyir. Bu çana qoynağında da hərəkəti məhdudiyyəti yaranır, bu yanlarda daha çox sərtdir. Əsas boyunda amma, düzdür? Boyunda əsas. Belə heç eləyə bilmirsən ha?